hardasa 22 ilə yaxındır ki, fəaliyyət göstərir. Xarici təhsil sahəsində biz Avropa ölkələri, Türkiyə, Rusiya, istənilən dövlətdə yerləşən universitetlərlə əməkdaşlıq edirik və əsasən də Rusiya və Türkiyə dövlət universitetlərindən əməkdaşlıq edirik. Bizim əməkdaşlıq elədiyimiz universitetlərin hamısı rəsmi olaraq bizimlə çalışırlar və bir şey desə deyim ki, bizim şirkətimizin özümüzün şəxsi yataqxanamız var, 210 tələbədən ibarət, 210 tutumluq tələbədən ibarət bizim şəxsi yataqxanamız var. Eyni zamanda da biz xarici ölkələrdən Azərbaycan universitetlərində təhsil almağa tələbələr gətiririk. Yəni köklü şirkətik, bizim şirkət bəli, 22 ildir artıq. 22 ildir fəaliyyətdədir, 4 tələbə yataqxanamız var bizim. Azərbaycana gətirdiyimiz tələbələrin sayı 2000-in üzərindədir. Azərbaycandan göndərdiyimiz tələbələrin sayı 10.000-ə yaxınlaşır. Bunlar ciddi rəqəmlərdir. Yəni belə əsası, fundamenti fakta əsaslanan rəqəmlərdir. Yəni bizim Azərbaycanda da fəaliyyət göstərən bir çox şirkətlər, xarici təhsil şirkətlərinin demək olar ki, 80%-i bizim şirkətlərlə əməkdaşlıq edən universitetlərin qəbullarını məhz bizlərdən götürüb satırlar, belə deyim sizə. Yəni onlara əməkdaşlıq edən, ekskluziv əməkdaşlıq edən yeganə şirkətlərdən biri də bizim şirkətdir ki, Türkiyənin dövlət universitetlərindən, Rusiyanın dövlət universitetlərindən rəsmi əməkdaşlıq edirik və bizdən başqa Azərbaycana heç kimə qəbul vermirlər. Bu da çox önəmli bir hadisədir. Güvənli şirkət olduğunuz təbii ki, bəllidir. Artıq illərə söykənir fəaliyyətiniz və bir də təbii ki, valideynlər daha çox sizi yaxından tanıyırlar. Mən məlumatlarınıza belə nəzər yetirdim, baxdım Türkiyənin demək olar həm də Rusiyanın ən prestijli dövlət universitetlərinə qəbulları həyata keçirirsiniz. Erzurum görürəm burada Texniki Universitetini, Erzurum Texnik Universiteti, Balıkəsir Universiteti, bəli, Şimali Qafqaz Federativ Universitetini, Moskva hətta dövlət universiteti, Giresun Universiteti, daha çox dövlət universitetlərindən. İzmir Demokrasi Universiteti, bunlar çox önəmli universitetlər. Aydınlaşdırım, daha çox dövlət universitetlərindən əməkdaşlıq edirsiniz, yoxsa özəl? Biz belə deyimsə, özəl universitetlərlə əməkdaşlıq çox asandır. Yəni bunu istənilən valideyn də bunu özü birbaşa qura bilər. Amma dövlət universitetlərlə əməkdaşlıq hansısa bir ciddiyyət tələb edir. Bu ciddiyyət şirkətdə yoxdursa da onlar əməkdaşlıq etmirlər. Ciddiyyət də nədən irəli gəlir? Onların kontenjan sayını öncədən almaq, yəni ildə 200-300 tələbə yeri varsa, onu ala bilən, bacaran, buna həm maddi, həm mənəvi hazır olan şirkətlər bunun arxasından gedə bilir. Biz o şirkətlərdən belə deyərdim ki, belə birincisi ilə bizim şirkətdir ki, bu işlərin arxasında tam sərbəst gedirik və rəsmi olaraq Türkiyənin sadaladığınız Giresundur, İzmir Demokrasidir, Balıkəsir Universitetidir, Erzurum Texnik Universitetidir. Bunlarla tam sərbəst əməkdaşlıq edirik və digər şirkətlərə də öz xidmətlərimizi, korporativ satışını həyata keçiririk. Biz ətraflı danışacağıq bu barədə, detallarına qədər toxunacağıq. Amma imtahansız 100% qəbul şansı da yaradırsınız. İmtahansız sözünün üzərində biraz dayanaq. Yəni İmtahansız deyəndə belə deyimsə, mən bunu qısa özətləyim. Bəli. Valideynlər bunu belə başa düşsünlər. Hər ölkənin imtahan forması iki formadadır, daxili və xarici. Daxili formada necə tənzimlənir? Öz tələbələri üçün, öz vətəndaşları üçün ölkə TQDK formasında imtahan keçirir. İmtahandan keçən tələbələr hansılar? Elə bizdəki kimi. Bu ölkənin daxilinə aiddir. Daxili qəbul bu cür verilir. İmtahansız verilmir. Amma xaricdən gələn tələbələr üçün müəyyən bir normativlər var. Bu normativlər, dil bilikləridir, qiymətlərinin yaxşı olmasıdır və s. və ilaxır. Bunlar yetərlidirsə, imtahansız qəbul edirlər. Bəli. Ancaq bunlara da hazırlaşmaq, bu universitetlərə düşmək də o qədər asan da olmur. Niyə? Niyəsini izah edeyim sizə. Kontenjan sayı az olduğu üçün açılan kimi dərhal bu yer sayıları, universitetdəki, ixtisasdakı yer sayıları tez dolur. Tez dolmaması üçün bizim kimi şirkətlər əməkdaşlıq edərək o yerləri öncədən alırıq. Məhz onun üçün də bizim kimi şirkətlərə tələbələrin, valideynlərin ehtiyacı olur. Bu məsələ belə tənzimlənir. İmtahansız 100%. Attestat qiymətlərinin necə olmasından asılı olmayaraq, istəyir zəif olsun, istəyir güclü olsun, istəyir buraxılış imtahanda iştirak eləsin, eləməsin, ya blok imtahanda iştirak eləsin, eləməsin, bu göstəricilərə baxmadan biz sadaladığımız, əməkdaşlıq elədiyimiz prestijli dövlət universitetlərinə tam sərbəst qəbul ala bilirik. Vəssalam. O zaman əlaqə nömrəsini səsləndirməyə qalır mənə. 2 nömrə deyəcəm. Həm 055 ilə yığa bilərsiniz. Deməli 369 00 00 və digər nömrə də var. 066 60 060 Bəli. 060 369
0000 veriliş müddətində mən bir neçə dəfə aramdan səsləndirəcəm, narahat olmayın. Və bugün suallarımızı Xaricdə Təhsil Akademiyasının rəhbəri, xaricdə təhsil üzrə ekspert Ülvi Kazımov cavablandırır. Diqqətiniz bizdə olsun. Əsasən də Türkiyə və Rusiya universitetlərinə qəbullar həyata keçirir. Təhsildə bugün. Ülvi bəy, xaricdə təhsil hardan başlamaq lazımdır burada? Xarici təhsilə oradan başlamaq lazımdır. Birinci növbədə bu istəyə düşmək lazımdır. Tələbə və yaxud da valideyn evladının xaricdə təhsil almasını istəməlidir. İstəyəndən sonra ikinci mərhələ gəlir. İkinci mərhələ nədən ibarətdir? Ya özləri müraciət eləməyi bacarmalıdır universitetə, ya da güvənilir, zəmanətli bir şirkət, partnyor axtarmalıdırlar. Şirkəti axtararkən valideynlər iki şeyə önəm versinlər. Həmən şirkətin rəsmi müqavilələrini istəsinlər. Universitetlərlə çalışırsınız, siz rəsmi müqavilə ya təklif eləyin, ya da həmən universitetə zəng eləyək, sizi tanısın. Azərbaycanda deyək ki, Ülvi adlı bir şəxs sizin universitetiniz adından danışır. Tanıyırsınızmı o şəxsi? O şəxs sizin adınızdan qəbul verə bilərmi? Bunu valideyn təsdiqləsin. Bu valideyn təsdiqlənmirsə, o sonradan çox böyük problemlər yaşaya bilər. Çünki Azərbaycanda fəaliyyət göstərən xarici təhsil şirkətlərinin bir çoxu, yəni bəzi normal olmayan yollarla qəbullar verirlər, saxta qəbullar verirlər və bunun problemlərini valideynlər sonradan yaşayırlar. Bunun üçün güvənli partnyor lazımdır. Güvənli partnyorun ikinci sınama yöntəmi onlardan xidmət haqqı alınmamalıdır. Mən əgər bu işi görürəmsə, mən bu xidmət haqqını işimi görəndən sonra alacağam. Valideynlərdən öncədən pul alırlar, nə müqavilə bağlayırlar, daxili müqavilə bağlayırlar. Daxili müqavilənin heç bir əsası yoxdur. O daxili müqavilə ilə sən sabahsı gün heç bir hüquqi müstəvidə o müqaviləni qaldıra bilmirsən, kağız parçasıdır. Yaxşı, o zaman nəyə diqqət etsinlər bu müqavilələrin? Notarial müqavilə etibarlı olması nə deyir? Notarial müqavilə bağlasınlar. Verdikləri pullara aid qaymələr tələb eləsinlər. Ondan əlavə pul öncədən istəyən şirkətlərlə belə deyim, qismən əməkdaşlıq etsinlər, hətta yardım etməsinlər. Yəni bu işi mən görürəmsə, görəcəm, sonunda pulumu alacağam. Görmürəmsə, olmur. Negativ hallar çox yaşanır deyirsiniz. Çox, həddən artıq çox yaşanır. Simvolik məbləğlər ala bilərik. Məsəl üçün 100 manat, 200 manat ala bilərik ki, bu işləri başlayaq. Sabahsı gün valideyn də hiss eləsin ki, bundan bu şirkətdən iş görür. Ancaq məbləğin yarısını və yaxud da çoxunu almaq yəni bu görülən iş deyil. Və ən əsasından bizim şirkət barədə, mən şirkətin rəhbəriyəm. Mən sizə deyirəm 20 ildir mən bu şirkəti çalışdırıram. Adımı deyirsiniz, soyadımı deyirsiniz. Bu barədə cəmiyyət hamısı eşidir. Bizim şirkətin, mənim adımın olduğu yerdə hansısa bir səhv işlər varsa, bu sizdə də olmuşam keçən il efirdə, keçən il yox iniş ili. Olmuşuq efirdə. Yəni bu özə çıxardı, bu yazılardı, bu şeylərdir. Yəni bizim şirkət barədə elə bir şey yoxdur. Biz işimizi tərtəmiz görürük və oradan biz xidmət haqqımızı təmin edirik. Aydındır. Xaricdə oxumaq üçün ən uyğun vaxtı təxminən nə vaxt hesab edirsiniz? Xaricdə təhsil almaq, ümumiyyətlə təhsilin özünün vaxtı var. Yəni 17 yaş, 25-26 yaş aralığında artıq bu magistr səviyyəsinə qədər hər şey tamamlanmalıdır. Hətta doktorantura səviyyəsinə başlanılmalıdır. Amma elə tələbələrimiz var ki, elə vətəndaşlarımız var ki, bu şeylərdən biraz gec qalıblar. Ya müəyyən bir səbəblərdən, obyektiv, subyektiv səbəblərdən buna təhsil ala bilməyiblər. Onun üçün o bizdə yaş kriteri yoxdur. 40 yaşında da bir insan bizə istər bakalavr, istər magistr, istər doktorantura pillələri üçün müraciət edə bilər. 50 yaşında da, 60 yaşında da, eyni ilə də 17 yaşında da. Amma aktiv yaş həddi 17-25 yaş tələbələrin yaş həddidir ki, aktiv təhsil ala bilərlər. Məsələn, kolleci bitirənlər, sənədlər baxımından, yəni istəyirəm sual verəm, yəni kolleci bitirənlər qəbul ola bilirlərmi? İstənilən şəxs qəbul ola bilir. Bizə qəbul üçün lazım olan sənədlər var. Bu sənədləri səsləndirirəm mən. Birinci, attestat. Attestatın qiymət əlavəsi, transkript eləyir onu. Bəli, attestat, transkript, yəni attestatın qiymət cədvəli olur o. Xarici pasport 1 il vaxtına qalmalıdır ki, vaxtın bitməsinə 1 il qalmalıdır. Bir də tələbənin şəkli. Bu ilkin sənədlə biz qəbul alırıq. Əgər uşaq 9-dan çıxıb hansısa bir kollecə gedibsə, bəli, kolleci bitirdiyi diplom attestatı əvəz eləyir. Anladım. Biz onu gətirir. Attestat əvəzinə onu gətirir. Bəli, bu da belə tənzimlənir. Belə. Xarici pasport məsələn o müddətdə kimdəsə hazır deyilsə, hazırlaya bilir. Biz qəbul alırıq. Bəli, biz qəbul alırıq, hazırlaya bilir. Hətta bir dənə də nüans var. Nüans var. O nüans nədir? Hazır ki, bu ilki tələbələr 11-ci sinfi qurtarsalar da attestatlarını çoxu almayıblar. Bəli. Almayan tələbələr isə məktəbdən arayış alırlar, attestatın qiymət əlavəsini alırlar, transkriptini alırlar. Məktəb onu təsdiqləyir, verir. Biz o sənəddən qəbul alırıq. Ancaq artıq getməyə, oxumağa gedəndə
o sənədin orijinalını, attestatını özündən aparır. Eləcə də xarici pasport yoxdursa da ala bilir. Aydındır. Tam ətraflı məlumat verir Ülvi bəy və vaxtımız olacaq hələ davam etməyə, çünki suallarımız da çoxdur axı. Xaricdə Təhsil Akademiyasının rəhbəridir, xaricdə təhsil üzrə ekspertdir, 22 illik fəaliyyət göstərirlər, şirkət olaraq etibarlı, güvənli bir şirkətdir. Ülvi Kazımov məhz illərdir ki, qəbulları həyata keçirir. Rusiya universitetləri daha çox burada ön sıralardadır. Türkiyənin ən prestijli dövlət universitetlərini mən xüsusi olaraq vurğulamaq istəyirəm. İmtahansız, əgər bu dəqiqə abituriyentlər, valideynlər qulaq asırlarsa, heç bir narahatlıq yoxdur. Sadəcə attestatla, imtahansız 100% qəbul olma şansları var. Heç nə itirmirsiniz, bu dəqiqə zəng eləyə bilərsiniz, maraqlana bilərsiniz. 2 nömrə deyəcəm, aramla səsləndirirəm. Bəzi dinləyicilərimiz var, deyir ki, çox çatdıra bilmirik də, yolda olduq, vaxt çatdıra bilmədi qeyd etməyə. Mən elə ona görə də deyirəm, 055 369 0000. Bir nömrə də var, 060 369 0000. Radio TMB-də təhsildə bugün də siz dostlar və reklam arası var hal-hazırda. Palitro boyaları Alman texnologiyası ilə istehsal olunan şaxtaya, istiyə davamlı ustalar tərəfindən asanlıqla